Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2025-ci il tarixli şəxsiyyət hüquqlarının müdafiəsi haqqında yeni plenum qərarında daha bir maraqlı məsələyə toxunulub. Yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyət məsələsinə də toxunulmuşdur. Yüksək təhlükə mənbəyi dedikdə bura avtomobillər, yəni nəqliyyat vasitələri, tikinti texnikası, məsələn kran, ekskavator, yanacaq doldurma məntəqəsi, yüksək gərginlikli elektrik xətləri və s. aid edilə bilər. Qərarda qeyd olunur ki, yüksək təhlükə mənbəyinin, yəni nəqliyyat vasitəsinin sahibi olan mülkiyyətçi yuma məntəqəsinə, yəni moykaya təhvil verdiyi avtomobilini avtoyuma məntəqəsinin işçisi səlahiyyətsiz şəkildə idarə edərək yol nəqliyyat hadisəsi törətdikdə maşının sahibinin, yəni mülkiyyətçisinin məsuliyyəti istisna edilir. Bu halda mülkiyyətçidən xidmət müqaviləsi əsasında avtomobili təhvil almış avtoyuma məntəqəsinin mülkiyyətçisi yüksək təhlükə mənbəyinin qanuni sahibi statusunu müvəqqəti olaraq, yəni avtoyuma məntəqəsində olana dək əldə etdiyindən hadisəni törətmiş işçisi ilə bərabər birgə məsuliyyət daşıyacaqdır. Yəni bu o deməkdir ki, avtoyuma məntəqələrinin mülkiyyətçiləri də olduqca diqqətli olmalıdırlar. Çünki onların işçisinin vurduğu zərərə görə işçisi ilə bərabər, yəni həmin o moykada maşını yuyanla bərabər birgə məsuliyyət daşıyacaqdır. Diqqətiniz üçün təşəkkür edirəm.